Başlayaq. Gördüm. Başlayırıq. Başlayırıq hansı bölməylə? Aerohidrostatika ilə. Diqqətli olmalı olduğunuz, yenə deyirəm, maksimum dərəcədə çalışın, diqqətli olun və bu bölmənin nə qədər çox diqqətlə qulaq asız, o qədər sizin üçün xeyirdir. Lövhə görsənir? Bəli. Birinci başlayırıq təzyiqlə. Təzyiq nədir? Sadə bir nümunə deyim. Görmüş olarsınız, qarda, qumda falan yeriyəndə, qarda yeriməyə, bir də qumda yeriməyə diqqətli olun. Bu, adətən bunu ən çox nədə nümunə göstərirlər? Canlı görəsiz deyə deyirəm. Toyuqlarla ördəklərdə. Məsələn, deyirlər ki, toyuğun ayağı qarda daha çox batır, ördəyin ayağı daha az batır. Səbəb nədir? Deyirlər, ördəyin ayağının arasında pərdə var. Pərdənin burada mahiyyəti nədir? Əslində, burada mahiyyət budur ki, fizikadır. Mahiyyət nədir? Təzyiqdir. Təzyiq nədir? Səthə perpendikulyar istiqamətdə təsir edən təzyiq qüvvəsinin həmin səthin sahəsinə olan nisbətinə biz təzyiq deyəcəyik. Təzyiq P hərfinə işarə olunur, skalyar kəmiyyətdir və bərk cisimlərin təzyiqini tapan zaman bayaq dediyimiz ifadəni P bərabərdir, F bölünsün S-lə təyin edəcəksiniz. Bu oldu bərk cisimlərin təzyiqi. Və burada məsələn F-in əvəzinə bir mj də yaza bilərik, əvəzəcə mj bölünsün S kimi də ifadə təyin edə bilərik. Çünki məsələn niyə elə deyəcəksiniz, məsələn bax o hardan alınır, niyə mj yaza bilərik? Cismi səthə, məsələn, bax bir dənə üfüqi bir səth götürür, məsələn, bir dənə masa götürmüşəm, balaca taxta parçası götürmüşəm. Mən bu taxta parçasının üzərində bir dənə mismar var. Mən bu mismara çəkişlə müəyyən bir qüvvəni tətbiq eləyirəm. Müəyyən bir qüvvə tətbiq eləyirəm. Burada. Mən bu qüvvə ilə tətbiq elədikcə çəkiş nə edir? Səthə müəyyən bir təzyiq qüvvəsinə təsir göstərirmi? Səthə göstərilən təzyiq qüvvəsi də elə bizim reaksiya qüvvəmizə bərabər biz buna mj demirdik. Elə bu ona görə bu qüvvənin əvəzinə bir mj qüvvəsi yaza bilirik. İfadədən görürsünüz ki, təzyiqimiz qüvvə ilə düz mütənasibdir, səthin sahəsi ilə tərs mütənasibdir. İndi baxın gələk vəziyyətə. Sahə ilə tərs mütənasib olanda necə görməlisiniz? Məsələn, baxın, adətən məsələ kitablarında belə bir suallar olur. Belə bir üfüqi yenə səth götürək. Həmin səthin üzərində əvvəlcə bir dənə belə bir iki hissəli bir dənə cisim götürmüşəm. Baxın, belə bir cisim qoymuşam. Bu səthin üzərinə. Sonra bu üstəki cisimi götürürəm. Bax, bunu əvvəlcə belə qoymuşam. Sonra üstəki cisimi fırlayıram, bax, bu formada yerləşdirirəm. İkincisini. Üçüncü formada. Bu cismi yenə həmin səthdir. Nə edirəm? Bu cismi bayaqki birinci qoyduğum şəklin tərsinəsini yerləşdirirəm. Üfüqi səthi belə qoyuram. Şagird bax bunun üzərinə yerləşdirirəm. Gəlin də buradakı təzyiq və təzyiq qüvvələrini müqayisə edək. Yadda saxlayırsınız ki, bu hər üç halda da təzyiq qüvvələri bərabərdir. Cisim bir vəziyyətində, iki vəziyyətində, üç vəziyyətində çəkisi dəyişmədiyinə görə, buradakı qüvvələrimiz F1 bərabərdir F2, o da bərabərdir F2. Amma burada təzyiqlərimiz fərqlidir. Niyə fərqlidir? Biz nəyə görməliyik bayaq dedik? Sahənin tərs asılıdır. Baxın, birinci şəkillə ikinci şəkildəki cisimlərin sahələrinə baxın. Hər iki cisimdəki sahələr eyni qədərdir. Ona görə birinci ilə ikincinin təzyiqi bir-birinə bərabərdir. Amma üçüncüdə sahə böyüdüyünə görə sahə böyüyünə təzyiq nə edəcəkdir? Avtomatik olaraq kiçiləcəkdir. Deməli, 1 ilə 2-nin təzyiqi 3-ün təzyiqinə nə olur? Daha böyük qiymət almış olacaq. Və o zaman yazırıq nə? P1 bərabərdir P2, o da böyükdür nədən? Onlar da böyükdür P3-dür. Bu, bərk cisimlər üçün təzyiqdir. Amma maddən aqreqatına görə təzyiq dəyişəcək. Bir də var, mayələrin təzyiqi. Bərk cisimlər qüvvə təsir eləyəndə təzyiq nə edir? Qüvvə istiqamətində ötürülür. Amma maye və qazlarda belə deyil. Maye və qazlar necədirlər? Birisi qarşı xaotik hərəkət edirlər və təzyiq qüvvəsi nə edir? Təzyiq yalnız qüvvənin istiqamətindən deyil, bütün istiqamətləri bərabər ötürülür. Maye və qazın bu xassəsini nəzərə alaraq Pascal qanununa deyilir ki, qapalı qabda olan maye və qazlara xaricdən edilən təzyiq qabın bütün dibinə və divarlarına, maye və qazların bütün dibinə və divarlarına bərabər ötürülür. Və bu qanuna deyilir Pascal qanunu. Ağırlıq qüvvəsinin təsir nəticəsində bu nə edirlər? Qabın dibinə, divarlarına təzyiq göstərirəmsə əgər mən, o zaman burada müəyyən bir cismin maye olduğuna görə, qaz olduğuna görə müəyyən bir hündürlük də təsir edir. O zaman necə təyin edirəm? Baxın, ifadəmiz necə olur? Bunu silirəm ekrandan. Məsəl üçün bir dənə silindrik formalı bir qab götürmüşəm. Bu qabın içərisində maye var. Bu qabın bu hissəsinə qədər, bax, bura qədərin hamısına bir maye tökmüşəm, hər hansı bir maye tökmüşəm. Və bu mayenin, baxın, burada müəyyən bir H1 hündürlüyü varmı?
H hündürlüyümüz var. Və qabın dibinə bir P təzyiq göstərir. Dedik ki, mayeləri təzyiq bərabər ötürülür. Bu təzyiqə P bərabərdir F bölünsün S ifadəmiz. F-in əvəzinə yazıram mj, S-in əvəzinə yazıram. S-ə heç nə yazmır əvvəlcə. M-in əvəzinə burada yaza bilərəm, maye olduğuna görə ρV yaza bilərəm. ρVj bölünsün S. Bizim bir həcm üstümüz var, riyaziyyata bilir. V bərabər S vurulsun H ifadəsi vardı. Yadınıza gəlir yəqin ki. V-nin əvəzinə burada ρ qalır, J qalır. V-nin əvəzinə S vurulsun H yazanda. S-ə böləndə sahilər gedir, nə qalır əlimizdə? ρ, J, H qalır. Demək ki, mayələrin təzyiqi bəlçinlər kimi deyilir. Mayenin qabın dibinə göstərdiyi təzyiq, sıxlığı, hündürlük bir də nədən? Düz mütənasibdir, sahədən asılı deyil və hündürlükdən düz mütənasib. Buradakı J nədir? Sərbəstmə təcilidir. Amma yadda saxlayırıq, nəyi yadda saxlayırıq? Mayələrin təzyiqi qabın dibinin sahəsindən asılı deyil. Amma təzyiq qüvvəsindən soruşanda, qüvvəni soruşanda, F-i soruşdum. Bax, bu ifadə var, yuxarıdakı ifadəmiz. Yəni, P bərabərdir F bölünsün S. Mən buradan F-i tapanda F nəyə bərabər olacaq? Buradan F-i tapsam F nəyə bərabərdir? P vurulsun S-ə. P-nin əvəzinə ρ, J, H yazında mayeləşir. Bir də S yazanda görürük ki, təzyiq qüvvəsi amma hündürlüklə də, sahə ilə də, sıxlıqla da düz mütənasibdir. Mayələrin təzyiqi sahədən asılı deyil. Amma mayelərə təzyiq qüvvəsi sahə ilə necə mütənasib oldu? Düz mütənasib asılı oldu. Sonra yada saxlayırsınız nəyi? Su ilə dolu bir qab verilsə sizə. Su və ya hər hansı bir maye, amma qab doludur. Mayenin içərisində qab doludursa, mən qabı çevirəndə nəyə görməliyəm? Həmişə bu tip suallar uşaqları çaşdırır ki, mən burada nəyə görməliyəm, nəyə fikir verməliyəm? Bir dənə bunu yenə silirəm. İndi sizə o şəkli göstərəcəm, nəyə görmək istədiyinizi deyəcəm. Məsəl üçün, yenə bizim bir qabımız olsun. Qabımızın sadəcə düzgün hələsə formalı fiqur var. Bax, belə bir formalı bir qabımız var. Mən bu qabı tam olaraq maye ilə doldurmuşam. Tam olaraq maye ilə doldururam. Yəni, bu nə deməkdir? Qabın bütün dibinə, divarlarına bir təzyiq maye var. Qoy bir dənə bu mayeni bir dənə göstərək bunun üzərində. Baxın, tam olaraq hər tərəfi dolu mayedir. Yəni, boş bir yerimiz yoxdur ki, məsələn, boşluq yoxdur içərisində. Mən bu qabı bu formadan çevirirəm bu formaya. Maye yenə neyin yerə uşaqlar? Arta. Nəyə artacaq? Esi. Sahəsi artdı. Amma maye bütün yenə hər tərəfdən olacaq da, digərində olduğu kimi. Çünki qab tam doludur da, düzdürmü? Əgər bu məsələdə diqqətli olmalısınız, bu hissədir ki, qab tam doludursa əgər, bu tip formalı şəkillər, məsələn, bu üfüqi səthin üzərində bir cisim, bu üfüqi səthin üzərindədir. Bunun sahəsi S-dir. Məsələn, bu yuxarıdakı sahəni çevirəndə oldu, məsələn, buna bir 2, təxminən yaxşı, 2S-dir, 2S olsa, görəcəyik ki, mayenin qabın dibinə divarına göstərək təzyiqlər bərabərdir, çünki maye bərabər ötürülür. Amma qüvvəyə keçəndə F2 F1-dən nədir? Böyükdür. Niyə? Çünki sahənin böyüklüyünə görə. Əgər mən qabı A təcillə yuxarı doğru qaldırmışamsa, bizim təzyiqimiz olacaq ρ, J plus A vurulsun H. Qabı əgər aşağı doğru endirirəmsə, P bərabər olacaqdır ρ, J minus A vurulsun H. Ancaq sərbəst düşürsə, çəksizlik halında bizim hidrostatik təzyiqimiz nəyə bərabər olur? Sıfıra bərabər olur. Bu nə vaxt oldu? Çəksizlik halında. Çəksizlik nə vaxt yaranır demişdik? Cisim sərbəst düşür və maye ilə dolu qab sərbəst düşəndə. Mayenin qabın divarına göstərdiyi təzyiq, mayenin dibinə göstərdiyi təzyiqin yarısı qədərdir. P bərabər olur divara göstərilən təzyiq. ρ, H bölünsün 2 qədər. Mayenin dibinə göstərdiyi təzyiq, divarına göstərdiyi təzyiqdən nə olur? 2 dəfə çoxdur, amma divarda ρ, H bölünsün 2 qədər olacaq. Sonra görməli olduğunuz 3-cü hissə nədir? Məsələ, bu aerohidrostatikanın çoxlu şəkilləri üzərində ifadə görsənilməlidir. Siz bunu şəkillər üzərində nə qədər çox görsəz, sizin üçün o qədər xeyirdir. Şəkillər üzərində görməyəndə bu ifadəni tam olaraq da məsələnin şərtini aydın başa düşmək olmur. İndi bircə dəqiqə, qoy bir dənə mən kitabı tapam. Kitabın üzərində şəkil var, onun şəklini mənim mənzində o qədər, belə deyim də, potensialı yoxdur şəkil çəkməyə. Onu artıq çəkə bilməyəcəm. Bir dənə ekranda bir dənə tapsam yaxşı olacaq bircə dəqiqə. Müəllim, elə oxşayır. Necə? El deyilə bir, amma yarımçıqdır.
Yox, onu yox. Bircə dəqiqə, hə. Kitabı tapdım. Qoy bir dənə kitabı açım. Kitabın üzərində göstərəcəm. Çünki orada daha aydın göstərilir şəkillər. Bircə dəqiqə. Ekranı görürsünüz. Bəli. Belə ağdır mənim. Onu Bir gördüm. dəqiqə. Birazcık geri açılır. Çünki kompüter çox doludur. Ona görə geri açılır. Çox getdik. Buxarlara hələ çatmamışıq. Doyan doymayan üçün xüsusi PDF göndərəcəm. Çünki doyan doymayan biraz fərqli bölmədir. Onu biraz başa düşməyiniz çətin olmasın deyə. İndi baxın aşağılar. Mayelər, bayaqlar sizə danışdım roja haşı. İndi bax bir dənə bu şəkil ekranı görürsünüz. Baxın, maye tarazıda qalanda, maye əgər tarazıdadırsa, bu cismə, bax bir dənə cismimiz var, görürsünüz. Bir dənə bir cismimiz var. Mayenin içərisində tarazlıqdadır. Və bu cismə üstdən və altdan göstərilən təzyiqlər var. Məsələn, bu tip sualı görəndə ki, məsələn, burada mən nəyi görməliyim? Üstdən göstərilən təzyiqə baxırsınız ki, mayenin üzərində nə qədər hündürlük var, o hissəni görürsünüz. Ancaq roja haşdır. Aşağıdan təzyiq göstərəndə cismə qədər olan hissəsinə baxırsınız. 3 haşın cəmi eləyir 4 haş qədər. Ona görə bunun təzyiqi roja haş qədər. Bax, məsələdə yadda saxlayın. Təzyiq mayedə təsir edirsə, mayenin o hissəsinə baxacaqsınız. Cisim mayenin nə qədər buradakı yuxarıdadırsa, baxın. Mənim bu cismim yuxarıdadırsa, bunun təzyiqi belə olacaq, düzdürmü? Təzyiq qüvvəsi. Təzyiqi də bu forma olur. Nə qədər olur? Roja haş qədər. Amma mən bunun aşağıdan təsir edən təzyiqi isə, baxın, cisim hara qədərdir? Bura qədər 3h qədərdir də, bu cəmi 4h qədərdir. Ona görə bunun təzyiqi roja haş vurulsun 4 qədər olacaqdır. Bu cismi indi deyəcək bunun adını. Burada necədir? Baxın. Burada görməli olduğunuz hissə nədir? Baxırsınız cismlərin hündürlük məsələsinə. Baxın, K nöqtəsi hardadır? Tam buradadır. K-nın üzərində nə qədər h var? Bir dənə h var. Ona görə K-nın təzyiqi nə qədər olur? Roja h qədər. El cisminə baxın. El cisminə nə qədər təzyiq təsiri? Baxın, el cismi harda? Aşağıdadır. Düzdür? Üzərində nə qədər cisim var? H-la h. Deməli, 2h qədərdir. İndi M-ə baxın. M-də yenə baxın, M-in hündürlük paralel aparanda yenə nə qədər hündürlük qalır? H qədər. Ona görə roja h. Amma N cisminə baxın. N cismi dibdədir. 3h var müəllim. Necə? 3h. Bəli. N cismi aşağıda olduğuna görə bunu cismin bütün hündürlüyü, mayedə olan bütün cismin hündürlüyü ona görə 3 roja h qədər olacaq. Şəkillərdə bunu seçməyə bacarsınız, məsələlər tamamilə rahat işləyəcəksiniz. Sonra keçək nəyə? Qabda 2 dənə müxtəlif maye var. Müxtəlif sıxlıq 2 dənə mayemiz var. Nəyi görməlisiniz? Mənim buradakı cismə baxın, birincidə K cisminə. Bunun hündürlüyü nə qədərdir? Roja H1 qədərdir. Amma ikinci cismin təzyiqini tapanda, ikinciyə həm də birinci təsir göstərdiyinə görə bu ikisinin cəmi qədər olacaqdır. Birincinin yaratdığı təzyiq və ikincinin yaratdığı təzyiqlər cəmi bizi elə yaradan təzyiqi verəcəkdir. Sonra gəlirsiniz nəyə? Məsəl üçün, su ilə dolu qab verir, bu asandır. Doldurmuş qabdır. M nöqtəsində hidroxid təzyiqi deyib tapır. O məsələdir. Bəli, M-dəkini istəyir. M-in hündürlüyü nə qədər olur? Hansı hündürlüyü nəzərə alacaq burada? Metrəmin üçün yuxarıdan aşağı təzyiq. Ay, son, bəli, yuxarıdakı hündürlüyü nəzərə, aşağıdakı hündürlüyü. Əgər bu M cismi dibdə olsaydı, o zaman təzyiq nə qədər olardı? 8 roja h qədər, bəli, çünki hündürlüyün hamısına təsir edirsiniz, düzdür. Sonra gəlirik ikincisi atmosfer təzyiqi. Atmosfer təzyiqi nədir? Atmosfer təzyiqini yəqin ki, belə deyim də, normal hər yerdə çox işləyir. Deyir, normal atmosfer təzyiqi budur, tavan təzyiqi belə dəyişir. Bu nədir? Bilirsiniz ki, yeri əhatə edən hissəyə nə deyir? Atmosfer deyirik də, düzdürmü? Atmosfer qatında nə var? Atmosfer yaratıq təzyiqi də normal atmosfer təzyiqidir. Normal atmosfer təzyiqini Torricelli kəşf edibdir. Normal atmosfer təzyiqinin qiyməti 760 mm civə sütunudur. 760 mm civə sütunu yadda saxlayırsınız və burada nəyi görürsünüz? Və bu normal atmosfer təzyiqinin qiyməti təxminən P0 bərabərdir 10^5 paskaldır. Bu P0 yazılsa bilin ki, bu normal atmosfer təzyiqinin qiymətidir. Paskalın işarə olunur 10^5 paskal. Təzyiq vahidi olaraq bayaq demədik. Təzyiq vahidi 1 paskal da aşıqlar. Paskal açanda nə yazacaqsınız? Düsturunla. F bölü S, Newton bölünsün, metr kvadratı aça bilərsiniz. İfadənin açılışı buradan alınır. Məsələn, əgər mənim cismimin normal təzyiqi nə qədərdir dedik, 760 mm civəsində və yaxud da 10^5 paskaldır. Bilirsiniz, belə sual verir, deyirlər ki, mən yuxarı dağa gedəndə təzyiqim
təzyiqim narahat eləyir məni. Səbəb nədir? Çünki cisimlər yuxarı doğru qalxdıqca bizim normal atmosfer təzyiqimizin qiyməti azalır. Atmosfer təzyiqi hər 12 metrdən 1 millimetr civəsindən aşağı düşür. Hər 12 metrdən atmosfer təzyiqinin qiyməti 1 millimetr civəsindən aşağı düşür. Amma dəniz səviyyəsindən aşağı doğru düşəndə atmosfer təzyiqinin qiyməti artmağa başlayır. Diblərdə artır, təpədə isə nə edir? Yuxarı doğru qalxdıqca, yer səthindən yuxarı doğru qalxdıqca azalmağa başlayacaqdır. Sonra atmosfer əgər mənim ağzı açıq qabım varsa, ağzı açıq qab deyir, göl deyir. Bu tip məsələlərdə təzyiq tapanda cismə yalnız ROЖH olmur. Bir dənə atmosfer təzyiqi təsir edir. P bərabər olur P0 üstəgələ ROЖH-a. Bir də deyirəm bu niyə olur? Əgər ağzı açıq qab sözü varsa, məsələn göl sözü varsa, dəniz sözü varsa, bilin ki bu cismin ROЖH mayenin təzyiqindən başqa, bunun üzərində bir dənə atmosfer təzyiqi də var. Ona görə təzyiq tapanda P0 üstəgələ ROЖH ifadəsi alacaqsınız. Sonra gəlirsiniz nəyə? Məsələn, mən buradan hündürlüyü tapmaq istəsəm, H necə taparam? H bərabərdir P çıxılsın P0 bölünsün ROЖ kimi bir ifadə almış olarsınız. Atmosfer təzyiqini ölçən cihazın adı civəli barometr və metal barometr anoreylə ölçülür. İş prinsipi Pascal qanununa əsaslanır. Bu son illərin düşən suallarına görsənilir ki, hər son illərdə cihazlar işləmə prinsiplərinə çox sual düşür, buna diqqətli olursunuz. Maye və qazların təzyiqi ölçülür manometrlə. Onda iş prinsipi Pascal qanunudur. Manometrlərdə iki cür olur. Metal manometr var, bir də mayeli manometr var. Metal manometrdə nə olur? Metal manometrin şəklini qobdənə göstərək. Metal manometrin şəkli hanı? Baxın, budur. Metal manometrlər bax budur. Görürsünüzmü? Bu üzərində nəyi var? Ölçüləri olan bir dənə şkalamız var. Bu cihazda mayeyə salanda manometrin təzyiqi bununla ölçülür. Metal mayeli manometrdə. Metal manometr, baxın, diqqətli olmalı olduğunuz nədir? Uşaqlar nə hissəsi almış bir imtahanda? Bax, burada yazılan cihazın bu hissəsində yazılan Pascal yazılıbsa, bu bizə verir, metal təzyiqi ölçür. Amma burada kiloqram yazılır, bəzən kiçik hərflərlə yazılır, ona diqqətli olursunuz. O yüzden tərəzidir, kütləni ölçəndir, ona diqqətli olursunuz. Arometr, baxın, bu da arometrin işarəsi, bu da metal barometrdir. Bizim görməli ən çox istifadə edəcəyimiz mayeli manometr olacaq. Məsələlərdə bundan çox görəcəksiniz, çox istifadə olunur məsələlərdə. Məsəl üçün, baxın, burada təzyiqləri ölçmə hissəsinə baxın burada. Məsələn, qazdır, qazını görürsünüz, qazdır və burada da civə var. Düzdürmü? Neyinir? Buradakı təzyiqimiz elə P0 qədər olacaq. Niyə? Çünki burada əlavə kənar təsir yoxdur. Əgər mən burada qazın təzyiqini tapanda neyinirəm? P0 ROЖH olur. Niyə? Çünki burada əlavə bir P0 atmosfer təzyiqi də təsir etmiş olacaqdır. Baxırsınız nəyə? Mənim birinci halda əgər bərabər durursa, əgər manometrlərin göstərişləri, mayelər bərabər yerləsə, deməli qazın təzyiqinə atmosfer təzyiqi bərabərləşibdir. Əgər atmosfer təzyiqi daha hündürsə, P0 ROЖH olur. Amma mayenin təzyiqi çox olanda, bax görürsünüz, şkalanın qiyməti yuxarı doğru bu tərəfdə daha böyük qiymət alırsa, o zaman nə olacaqdır? P0 çıxılsa ROЖH kimi tapmış olacaqsınız. Sonra gəl birləşmiş qablar. Birləşmiş qab asad bölməlidir. Amma bir dənə diqqətli olmalı olduğunuz nədir? Tərifə deyirik ki, U hərfi formasındadır. Qaydada deyirik ki, dibləri bir-birindən birləşdirilmişdir. Və ya boru vasitəsilə əlaqələnmiş qablar birləşmiş qablardır. Birləşmiş qabların biz dedik ki, bayaqlar ki, mayələrin təzyiqləri bərabər ötürülür. Mayələrin təzyiqi bərabər ötürülür. Bərabər ötürülən nə olacaqdır? Əgər mən bu qabın içərisinə eyni birinci maye tökmüşəmsə, məsələn, su tökmüşəm. Turbanı belə qatlayın, əlinizə, gözünüzü qabağına gətirin, su tökün. Su hər iki tərəfdə nə edəcəkdir? Bərabər olacaq. Eyni hündürlükdə bərabər olacaq, bəli. Ona görə deyirik ki, əgər içərisində bir cis maye varsa, sudur, kerasindir, hər nəsə eyni bir maye tökmüşəmsə, bizim orada təzyiqlərimizin bərabər olmağına bərabər rolarımız da bərabər olacaqdır. Hündürlüklərimiz də bərabər olacaq, eyni bir cins maye olduğuna görə. Amma mən buna sıxlığı müxtəlif mayelər tökmüşəmsə, məsələn, burada sudur, burada kerasindir və ya hər hansı bir fərqli bir maye tökmüşəmsə, mənim yenə qaydam budur ki, təzyiq bərabər ötürülməlidir. Yenə rho P1, P2, PK-nın yaratdığı təzyiq P ilə bərabərdir. Ancaq sıxlıqlar fərqli olduğuna görə hündürlüklər fərqli olacaqdır. Baxanda da görə ifadə edir ki, P bərabərdir ROЖH-dır. P sabit olan rho ilə H necə mütənasibdir? Tərs mütənasibdir. Ona görə deyirik ki, hündürlüyü çox olanın sıxlığı az olacaqdır. H1 bölü H2 bərabərdir, ρ2 bölünsün ρ1 ifadəsi buradan alınır. Əgər H1-in hündürlüyü çoxdursa, o zaman nə olacaqdır? İkinci cismin sıxlığı daha çox olacaq, tərs asılı olduqlarına görə. Məsələn, baxın,
3 müxtəlif sıxlıqlı maye varsa, məsələn, boruda 3 dənə bir-birinə qarışmayan müxtəlif mayelər verə bilər. Məsələn, baxın, buradakı bir göy rəngdədir, sarıda və yaşlıda 3 dənə mayedir. Nə edirsiniz? Yenə təzyiqlər nədirlər bir-birlərinə? Yenə təzyiqlər bərabərdirlər. Təzyiqlər bərabər olsalar belə, burada görməli olduğunuz nədir? Burada ROJ-H1 ilə ROJ-H2-nin yaratdığı təzyiq, üçüncünün yaratdığı təzyiqə bərabərdir. Niyə? Çünki bu daha böyük qiymət alır. Daha böyük məsafə yer tutubdur. Ona görə də mən artıq burada nə edirəm? Üçüncünün təzyiqi, birinci, ikincinin təzyiqinə nə olmalıdır? Ona görə bərabər, cəminə bərabər olmalıdır. Sonra gəlir orada nə? Sonra gəlir ki, üçüncü qaydamız hidravlik maşın, hidravlik pres. Yadınıza gəlirsə, mən sizə belə bir qayda demişdim, keçən dərsimiz statika bölməsində. Demişdim ki, statikada hidravlik maşın sadə mexanizmdir. Biz onu dedim təzyiqdə öyrənəcəyik və burada da açacaq adını çəkmişdik. Hidravlik pres nədir? Baxın, presləmək üçün istifadə olunan bir cihazdır. Daha doğrusu sadə mexanizmdir və qüvvədə qazanc vermir. İş prinsipi Paskal qanununa əsaslanır. Baxın, belə bir cihazdır, sadə mexanizmdir. Baxın, burada 2 dənə silindrik formalı hissələri var, amma sahələri fərqlidir, əlbəttə ki. Buradan bir F1 qüvvəsinə təsir eləyirəmsə, bu maye eləyəcək, ikinci dəfə yuxarı doğru qalxmalıdır, düzdürmü? Amma burada qayda nədir? Demişdik ki, təzyiqlər nə olmalıdır yenə? Burada yaranan təzyiq, solda X-də yaranan təzyiq, F-də yaranan təzyiqə bərabər olmalıdır. Bərabər olmalıdır. O zaman nə edirəm? Burada yaranan bərk cisim, burada çıxdığına görə həm bərk cismin təzyiqi yaranır. Düzdürmü? Həm də mayenin təzyiqi yaranır. Mayələrin təzyiqləri bərabər olur. Niyə bərabər olur? Çünki eyni bir cism mayedir. Amma bərk cisimlərin təzyiqinə gələndə F1 bölü S1 bərabər olur, F2 bölü S2. Bu bizə nəyi göstərir? Bu bizə göstərir ki, bu bizə göstərir ki, F2 bölü F1 bölü S2 bölü S1. Yəni nə deməkdir? Sahəsi çox olan hissənin təzyiqi də daha böyük olmalıdır ki, orada preslənsin. Və sahə böyük olan radius da böyükdür və diametrdə nə edir? Böyük olur. Niyə? Çünki sahə bərabər pi kvadratı, pi d kvadrat bölək 4-dür deyə radiusla da diametrlə düz asılıdır. Buna görə də qüvvə ilə də düz asılı olur. Qüvvədə qazancın tapana nə edirik? Hə. Yəni qüvvədə qazanc vermir bu. Elə onu deyirdim da. Qüvvədə qazancı tapanda nə edirsiniz? Böyük qüvvənin kiçik qüvvəyə böləndə elə bizim qazancımız olur, elə sahələrin nisbəti bizə qazanc verir. Elə bu bizim qüvvə qazancımız buradan adlanacaqdır. Amma mən elə eşitdim, qüvvədə qazanc vermir. Qüvvədə qazanc verir. İşdə qazanc vermir. Heç bir sadə mexanizm işdə qazancı yoxdur. Qüvvədə qazanc verir. Sonra gəlirsiniz nəyə? Hidravlik Porschenin presin kiçik Porschenin F1 qüvvəsi varsa, müəyyən bir FH1 qüvvəsi təsir edirsə, qüvvələr də hamı hündürlüklə tərs asılı olacaqlar. Amma dediyimiz kimi işdə qazanc yoxdur deyənə nisbətinə verəcəkdir, 1 verir. Eyni bir cism maye isə təzyiqlər nisbətdə təzyiqlə bərabər olduqlarına görə təzyiqlə nisbətini soruşa bilər məsələlərdə. Təzyiqlərlə nisbəti nəyə bərabər olacaqdır? 1-ə bərabər olacaq. Bu da dəyişməz bir qaydadır. Sonra gəlirik nəyə? Sonra gəlirəm Bernoulli qanunu. Bernoulli qanunu məsələlərdə çox düşən hissədir, amma testdə ayrıca vermir bunu. Necə, nəyə baxmalısınız? Məsələn, Bernoulli qanunu nədir? Tamamilə sıxılmayan və ya ayrı-ayrı təbəqələr olan sürtmə qüvvəsi olmayan mayelər ideal qazdır. Burada belə deyil, ideal qaz nə təfikləşin bilirsizmi? İdeal qaz odur ki, aralarındakı qarşılıqlı təsir nəzərə alınmayan qazdır. Aralarındakı qarşılıqlı təsir nəzərə alınmayan qazı ideal qaz deyirik. Nə deməkdir ideal qaz? Dediyim kimi, oradakı nə təzyiqinə heç bir şey təsir eləmir. Borunun istənilən ən kəsiyinin sahəsindən eyni zamanda müəyyən bir maye axırsa, düsturumuz nə idi? Həcm düsturu. V bərabər S vuraq H edir. Burada S L yazırdı. S nəvəzinə VT yazır. Olur nə? S L nəvəzinə yazırıq VT qədər. Qərarlaşmış axındırsa, yəni mayedə əgər eyni bərabər təzyiqdə axırlarsa, yaranan həcmlər nə olmalıdır? Bərabər olmalıdır. Yəni S1 bölək S1V1 bərabərdir S2V2 eyni hissə və fərqli hissələrə böləndə. Amma burada görməli olduğunuz hissə nədir? Belə fikirləşin. Turba götürün bir dənə, diametri kiçik turba götürün, bir də diametri böyük turba götürün. Diametri kiçik turbadan eyni həcmdə maye götürün. Eyni, tutaq ki, məsələn 5 litr vedrada su götürmüsünüz. O vedra ilə turbaya bu suyu boşaldırsınız. Bu hansından su daha sürətli axacaq? Müsahisə olanı az axacaq da mən.
Tərs as. Sahəsi böyük olandan daha az. Həqiqətən baxın, diametr böyüksə orada mayenin yeri genişlikdə daha rahat formada axacaq, orada sürət yaranmayacaqdır. Ona görə deyirik ki, sahəsi kiçik olan yerdə sürət nə edir? Daha sürətli olur. Ona görə V ilə S necə asılı olacaq bir-birlərindən tərs asılı olacaq. Tərs. Sonra bordakı maye axanda dediyimiz kimi burada görməli ikincisi nədir? Borda axan mayenin təzyiqi sürəti kiçik olan yerdə böyükdür, böyük olan yerdə kiçikdir. Bu da bax elə Bernoulli qanunu buradan adlanır. Mayələrin təzyiqində görməli olduğunuz nədir? Mayələrin təzyiqi statik təzyiq var, bir də dinamik təzyiq var. Bunun təcək adını deyirik, məsələlər buna çox istifadə eləməyəcək. Dinamik təzyiq Röybel kvadrat bölü 2-li, statik təzyiq gələcək P-dir. Bunların ümumi yaranan Bernoulli qanununa görə təzyiq hamısı nə olmalıdır bir-birinə? Bərabər olmalıdır ki, orada maye rahat formada axa bilsin. Dərsimiz bura qədərdir. Arximedi izah eləməyəcəm. Arximed qalacaq gələn dərsə dediyim kimi. Çünki bunun testlərini qəşəng ətraflı işləyin. Bunun testləri biraz qarışıqdır, amma içində məntiqlə bir tutsaz, yerdə qalan hamısını çox rahat işləyəcəksiniz. Gələn dərsimizdə yalnız bu bölməni sual cavab edəcəm, başqa bölməni soruşmayacam. Arximedə qədər. Arximedi isə inşallah gələn dərs izah edəcəm. Müəllim, De. bu şeyi verməmişdiniz siz. Aerohidrostatik. İndi keçdiyimizi verməmişdiniz də. Kimə vermişdim? Yox, verməmişdiniz də onu soruşuram. Yox, verməmişəm. Əlbəttə yox, verməmişəm. Onu indi keçmişik. İndi Mən güvəndən işləmişəm 2 variantını. A-B-sini. Sən daha nə deyim, işləyirsən. Sən. Heç nə deyə bilmirəm. Biz bugün nəyə baxırıq? Sınağa baxırıq, eləmi? Sınağa mı baxacaq? Məndə yoxdur sınaq. Ben sınava qrup atdım. Sınağın cavablarını yoxlamısınız. Tamam. Sonda cavabları var edə bilirsiniz. Allah, yenə Əkbəri döyüb asırlar dərsdə qoy görə. Nəsə halım yox deyil. Nəsə, yaxşı da elə vəziyyət elə istəyirəm ki. Aha. Nə gözəl. Kompüter bu testi aça bilmir. Nətər eləyək? Yaxşı. Suala telefondan baxmış vaxt deyək. Çünki kompüter testi aça bilmir. Daha sonra proqramı qəbulləmir. Bunun testi yazılan proqramını. Falansa proqramla yazıb. Word-lə yazıb da bu. Bunu niyə qəbulləmir? Musa, testi açılsın sənə də göndərirəm. Mən açdım. Telegramdan açdım. Açdın mı? Hı. Bunu vermişdik. Bunu işləyərsən, gəlin dərs baxaraq. Bunu sənə göndərməmişəm məncə. Buradan başlayaq. Mənə testlərin, sınaqların izahları göndərilmədi. Sizdən izahları gözləyirəm, bu bir. İndi buradan səhvlərinizi deyin, baxaq. Birinci sual. Birinci sual. Ben onu yazmamışım aslında. Niyə? Qayda zatıyam. Hə, bir dəfə Qayda enerji verib daxil. daxili qüvvələri və sürtmə qüvvələrinin təsir altında yaranan rəqslər. Bir dəfə enerji veribsənsə hansı rəqs yaranır? Yazı. Riyazi rəqqasın növüdür. O rəqsi yaradan cihazdır. Hayır. Məcburidir, Hə. sönəndi, sönməyəndi, məqsudi hansı olacaqdır? Məcburi məlliyim. Sərbəst. Niyə bir deyir sərbəst, bir deyir məcburi? Bəli. Niyə? Müəllim bir dəfə enerji verdi, daha enerji vermir. O sərbəst kimi hərəkət edir. Mən sönməyəndi, mən sönməyəndi. Yox, Dəyişmir. sərbəstdir, sərbəst. O sönəcəkdir. Bir dəfə enerji verməklə yaranırsa, bu olacaq sürtmə qüvvəsi nəzərə alınmış, bu sərbəst rəqs olur. Məfsun deyə bəs görsənmir. Necə? Test görsənmir, çünki testi kompüter qəbul eləmir. Ona görə aça bilmirəm. Ancaq lövhə görəcəksiniz, sualları mən buradan oxub yazacağam. Deyin sualınızı. 9 man. 9-a qədər sual olan. 9 man səhvdir mənim özü sual səhv. Niyə? Birinci rəqqas en sadə rəqs etdiyi Tamam. müddət ərzində, ikinci rəqqas Sual toplu sualında, topluda da var da bu sual.
Mən ona bilmirəm düzmü taze asılsa mən Şimdi nə Ben tərəf nasıl atıyorsun? olacaq? Asıla da görüm. mən m bərabər deyil 1 bölü 2 bir yox mən böyüyəm t bölü 2 bir kök altında k bölümə. K-nı düzmü asılsa mən k azalanda 9 Bax, T-bərabər 3 2 pi azalan kökatda mən. düz deyirsən. K bölünsün M-dir. Düz deyirsən. Düzdürmü? Mən T-nin əvvəlisini yazıram. K K bölək K üç M. azalan mən. 2 pi M bölünsün K. Pardon. M bölünsün K'dır. Düzdürmü ifadəmiz? Yaylı bu- rəqqasını tutuyorum. Özü lazım. Bu yaylı rəqqasdır, bəli. O zaman nə olacaq? Bu qısalmasına ötürü olacaq. T kvadratı bölü N kvadratı bərabərdir. 4 pi'nin kvadratı M bölünsün K'ya. İndi mənim M'lərim eynidir. Zamanlar eynidir. N ilə K arasında əlaqə qurur. Necə asıda N ilə K? Kvadratik mən. Bəli, Onda olacaq nə? düz. M1 kvadratı bölü N2 kvadratı bərabərdir. K1 bölünsün K2'ye. N kvadratı bölü N2 kvadratı bərabərdir. K1'imiz nə qədərdir? 9K'dır. Bu da K'dır. Sarım apardım. Nə qalır əlimizdə? N2 bərabərdir. M bölünsün neçəyə? 3'ə. Kvadratıdır. Hələ mən cavab yazmıyorum səhv çıxır. Sual səhvdir. Onda cavabda səhvlik var. Hə, M bölünsün 3'dür. Yəni cavabı D verir. Hə, ola bilər. M bölünsün 3'dür cavab. Əgər orada soruşsaydı birinci N, ikincini N, birincini soruşsaydı, hə o zaman 3 dəfə 9 dəfə artdan 3 dəfə artardı. O zaman D olardı. Sonra Dedim, neçə? o birisində. Ya 15 var burada. Burada 15 Seymur. Bak. Burada 15. Buna göre 15 tane deyir. 15 hanı? 15. Yaylı rəqqasının hərəkət tənliyi verilmişdir. Hansı ifadə təyin olunur? Bax, orada verdiyi A var ya, yazıbdır ki orada. A rəqsin amplitududur. Amplitud qiymət hansı K A kvadrat bölü 2 hansı enerjinin maksimal qiymətinə uyğundur? Tam. Tamdır. Tam. Tamdan nəyə Tam. çıxıb orada? Seymur. Tamdan benim bu Yo, ani kinetik enerji. Ayso, nə qalacaq əlində? Potansiyel enerji. Potensial aynı. Yadında saxla ki, həmişə aradakı işarə çıxmadısa, bil ki, birinci verilən tam enerjidir. Və yaxud da belə yadından saxlaya bilmirsənsə, görməlisən ki, şərtdə verir burada ki, amplitud qiyməti. Amplitud qiyməti nəyə uyğundursa, deməli o mənim tam enerjim veribdir. Cavab olacaq nə? Hazır. B bəndi. Sonra 17. 17. Maddə nöqtə 5 rəqs elin bu qədər məsafə gedir, rəqsin ampul neçə santimetrdir? 5 rəqs elirsə, elimiz bərabərdir nəyə? 5-ə. Məsafəsi nə qədərdir? 2,4 metr. Məndən nə istəyir? Tamamdır. Amplitudu istəyir. Rəqqas bir rəqsə neçə amplitudu qədər yolu gedirdi? Böyle. Neçə? 4. 4. 4. A. 4 xm və bu 5 dəfə elisi deyilir, xm vururduq sayına da, düzdürmü? Mən də buradan xm tapadan eləyəcəm. Eli böləcəm 4 ilə. Elimiz 2,4. 4 də vuruq 5 neçə eləyir? 20. Neçə eləyir? Bölünsün 20'ye. 0,12. 112. Niyə? 0,112. 224 bölünsün 200. Çelir. Ben de onu da. 24 200. 4,12 Tamam müəllim. da 4'ü 20'ye böldü değil mi annem? 4,12 müəllim. Hə, bəli. O da santimetr çevirəndə 12 santimetre. ben niyə yazmamışdım? Tekniki nəsə problem oldu. Sən də texnik problemi heç qurtarmadı. Sonra O birisində mənim. Bir deyin görək bu ikincidən Bir sual. suallarınızı. Neçə? Birinci sual. 1. Dəyişən xarici qüvvənin təsirlərinə yaranan rəqs. Xarici qüvvə təsir edirsə bu rəqqas nə edir? Məcbur rəqs edir. Ha, bildim. Yəni nə olacaq cavab? B variantı. Bəli, məcbur rəqs olacaq. Sonra
8 var yine. Neçə? 7 8. var mı? Var. 8. 8. Əkbər hamı sualdır, amma özünə sual vermədə görək. 8 Mənim 7 də var deyirəm yəni. Ha, yaxşı. 8-də baxar, 7. 8-də nə deyir? Rəqsi maddi nöqtənin sürətinin tezin asılı qrafik verilmişdir. Göstərin deyir. Bax, V-nin xətti sürətinin düsturunu da görüm. Xətti üzrə nə deyir? Maksimal sürətin düsturunu. V nəyə bərabərdir rəqslərdən? Omega A idi mi? Omega ilə deyə bilərsən. Nü ilə, mənə yox, nü ilə istəyir. Tezdən olan düsturunu istəyir. Tezin olan düstur mu? 2 pi Aha. 2 pi nu A Nü A. A sol. Bax, nü sabit. V ilə A sabit şərt. Bax, deyir A bərabərdir konstant. V ilə nü necə mütənasibdirlər? V ilə V ilə nü. A şərtindəki amplitude dəyişmir. A konstantdır. V ilə nünün asılını istəyir. Necə asıldılar? bir oldu. Necə dediniz mənim? Nə oldu Ayşəmir? Səsin gəlmir. Eşitmirsiniz mi? Hə, indi eşitdim. Necə asıldılar? Düz asıldı Düz V asıldılar. ilə. Son qrafik burada hansı olacaqdı? 1. 1 niyə? 1. 1-dir, o yox, 3-dür axı. 1 budur bax. 1-in asıllıq qrafiki orada göstərilən tərs asıllıqdır axı. Ha, Bu Heç V-dir, bu da nüdür. Düz asıllığın qrafiki belədir, bu tərs asıllıqdır axı. Düz asıllıq nə tər getməlidir? Mərkəzdən keçmir mi? Düz xətt, 3-dür. Sonra 7. 7. Tezliyi veribdir. Rəqs O nöqtəsindən tarazisindən kənar vəzi hansı müddətdə gəlib çatar? Nətər taparsan, nətər tapırsan əvvəlcə cavabı, nə alıbsan, mən onu deyirəm, mən də sayı izah verim. Mən E tapmışam. Nətər tapsın? Götürmüşəm müəllim mən. E tapmışam. Bilmirəm neçədir bu nədir? Mənim period bərabərdir tezlik bölünsün. Yəni 1 böl tezliyə Period bərabər. birləşdirə tamam. 1 bölüm Tamam 5. çabuk. Hə, və onda niyə, nəyəsə... Bunda 2 ilə müəllim 4-ə böldük. O bölüyor 4'e 0.5. 0.5 saniye. Niyə 4-ə böldük ki? Ben 4 tabi C'de ben 1 Zaman beraberdir müəllim period bölünsün. Rəqqas bir rəqsdə 4 ampullu qədər gedir. O da dayandığı yerdən bircə dəfə B-yə getməni istədiyinə görə biz 4-dən 1 hissəsini tapmalıyıq. Ona görə periodu tapdıq. Neçə elədi periodumuz? 0.2. Buna 4-də 1 hissəsi neçə elədi? 0.5. Sonra Ben 15. 15. Maddi nöqtə A və B nöqtələri arasında 4 saniyə periodun harmonik rəqs edir. A vəziyyətindən rəqsə başlayan maddi nöqtə 15 saniyənin sonunda harda olar? Yani periyodu 4'te yoksa ben A B'ye mesela saniye 4'te. Bu bir dəqiqə, bircə dəqiqə baxın. Bax. 4 4 8 bir daha 8 Bu 4 bizim 4 mərkəzimiz. Bu A'dır. Bu da B'dir. Bu da X Mənim oxudur. zaman 15'dir müəllim. Period bərabərdir 4 saniyə. Bax, period bərabərdir 4 saniyə, düzdür. Periodumuz bərabərdir 4-ə. 15 saniyə sonunda hardalar deyir, düzdürmü? Zamanımız bərabərdir 15 olanda. Mən buradan dövrləri En saxlamaq bərabər üçün neyi yərəm? T bölünsün. Period müəllim zaman bölünsün. A ile O period. arasında ben A ile O arasında. O da 15'i müəllim 4'e bölürük. 15'i 4'ə Üç bölürük. Çünki Hə, 15'i bölürük. Tamam %75. 15'i 4'ə böləndə aşıqlar. Burada nəyi görməz? Da bunu belə xırdalamırıq. 15'i 4'ə bölmək 4'ə böləndə bunu tamlarla yazın. Kəsinə bölən 3 eləyəcəkdir. 3 dəfə gəlir, düzdürmü? Ben 3 defa tam Tam geldim. %75. Ben 3 defa tam geldim. Tabii. 3 tam 4'də neçə eləyir? Tam 4'te 3. tam 4'te 1 Niyə 4'də 1? şeyler. Ama saçımı tuttu. 4'də 3. Bu o deməkdir ki, 4'də. baxın. 3 dəfə tam rəqs edib. Elə bil A-ya gedib, O-dan A-ya gəlib, B. Elə bil 3 dəfə tam rəqs edib, 4 dəfə getdi, gəldi, bura çatdı. İndi 4'də 3 nə olacaqdı, baxın.
Mənə birinci A ilə B arasında deyir, düzdürmü? Nə eləmişəm? A vəziyyətindən rəqsə başlayıbdır. 1, 2, qərəfərə düşür. Madem şey aile Oyunun arasında A böyle. arasına. Sıfırdı məndə cavab. Yoksa. O ilə A Yani arasına. Bu araya düşür. ha, Y variantı ben bildim. Sonra Sonra test abisi. İkinci